Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu aerohidrodinamika və aerohidrostatika bölməsindən düsturların izahıdır. Birinci baxaq burada Arximed qüvvəsinə. Deməli, Arximed qüvvəsinin belə bir tərifi var idi. Deməli, cisim maye düşdükdə müəyyən qədər mayeni sıxışdırıb çıxarır. Və buna uyğun olaraq belə bir tərif verilir. Arximed qüvvəsi mayeye batırılmış cismin sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabərdir. Buradakı M, baxın, mayenin kütləsidir. Yəni sıxışdırılıb çıxarılan mayenin kütləsi. Digər halda da elə F Arximed bərabərdir sıxışdırılıb çıxarılan mayenin çəkisi. Yəni cisim mayeye düşdükdə, baxın, burada deməli maye var. Burada tutaq ki bir kran qoyulub. Bunun içərisinə cisim atıldıqda, baxın, bura bir cisim atıldıqda, burada müəyyən qədər maye, baxın, burada bir qab qoyularsa, müəyyən qədər maye, bir cisim atılsa, müəyyən qədər maye gəlib həmin qabın içərisinə nə edir? Dolur. Buradan da deyilir ki, deməli, Arximed qüvvəsi mayeye batırılmış cismin sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabərdir. Sonra burada mayenin kütləsi də bərabərdir. M mayenin kütləsi bərabərdir. Rho mayenin sıxlığı vurulsun V mayenin həcmi. Sıxışdırılıb çıxarılan mayenin həcmi də batan hissənin həcminə bərabər olduğuna görə onda Arximed qüvvəsi üçün belə bir düstur alırıq. Deməli, F Arximed bərabərdir. Rho maye V batan vurulsun J. Arximed qüvvəsi asılıdır mayenin sıxlığından, cismin mayeye batan hissəsinin həcmindən. Arximed qüvvəsi cismin mayeye batma dərinliyindən asılı deyil. Sonra V batanın yerinə biz bura V cisim nə zaman yazarıq? Cisim mayedə tam batıbsa V batan bərabərdir V cismə. Sonra cismin həcmi də bilirik ki, cismin kütləsi bölünsün cismin sıxlığı, onda baxın alınır, baxın bu düstura gəlib çıxırıq. Deməli, F Arximed bərabərdir. Rho maye bölü Rho cisim, M cisim vur J. Cismin kütləsini J-yə vursaq, cismin havadakı və ya vakuumdakı çəkisini alırıq. Baxın, burada qeyd etmişəm onu. Deməli, F-a bərabərdir. Rho maye bölü Rho cisim vurulsun P0'dir. Əgər cisim mayedə üzürsə, mayenin sıxlığı, yəni cisim maye daxilində üzəndə mayenin sıxlığı cismin sıxlığına bərabər olur. O zaman Arximed qüvvəsi cismin, baxın, ağırlıq qüvvəsinə, yəni M cisim vur J-yə bərabər olur. İndi burada isə M cismin kütləsidir. Sonra ikinci halda isə ikinci hal qayda olaraq burada cismin mayeye batan hissəsinin həcmini qeyd etmişəm. Yəni V batan bərabərdir. Rho cisim bölünsün Rho maye vurulsun V cisim. Sonra eyni bir cisim müxtəlif mayelərdə üzərsə, topluda buna aid bizə bir neçə test verilir. Eyni bir cisim müxtəlif mayelərdə üzürsə, qeyd etdik ki, üzən cismin Arximed qüvvəsi həmin cismin ağırlıq qüvvəsinə bərabər olduğundan, onda Arximed qüvvələri bərabərdir. Amma cisimlərin, mayələrin sıxlıqları müxtəlif olduğuna görə, həmən cisimlərin mayeye batan hissələrinin həcmi də müxtəlif olacaq. Və batan hissə mayenin sıxlığı ilə olacaq, tərs mütənasibdir. Sonra cismin mayedə kənarda qalan hissəsinin həcmini tapmaq üçün, yəni V kənar həcmi tapmaq üçün cismin həcmindən batan hissənin həcmini çıxırıq və batan hissənin düsturunu burada yazmaqla cismin mayədən kənarda qalan hissəsinin həcmini alırıq. Sonra cismin mayədəki çəkisi, yəni P cisim indeksə diqqətlə bax, cismin mayədəki çəkisi. Deməli, cisim mayeye düşdükdə onun çəkisi Arximed qüvvəsi qədər azalır. Yəni, P cismin mayedəki çəkisi bərabərdir. P0 çıxılsın F-a. Sonra burada baxın, qrafikdə qurulmuşdu. Bu topluda bu qrafik sizdən tələb olunur. Sonra F-a-nın yerinə Rho maye bölünsün Rho cisim P0 düsturunu yazmaqla, baxın, yuxarıdakı bu düsturu, baxın, bu düsturu gətirib Arximed qüvvəsinin düsturunu da yerinə yazırıq. Sonra P0'ı ortaq vuru kimi buradan kənara çıxarırıq. Və cismin mayedəki çəkisini, yəni P-nin cismin sıxlığından asılı qrafikini qururuq. Digər halda isə yenə cismin mayedəki çəkisini, yəni P-nin, baxın P-nin mayenin sıxlığından asılı qrafikini də qurmaq üçün, baxın, bu düsturdan istifadə edəcəksiniz. Deməli, bugün biz sizinlə aerohidrodinamika, aerohidrostatika bölməsindən düsturlarla tanış olduq. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayaq. Sağ olun.